Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Muhterem din kardeşlerim, eğer de darularını kabul etəbiz ikən, kenine bir neçə tapqır darular kabul etəbiz ikən, ol vaxtını əlbəttə ol darularının sastafların qarab, ol darularını neçə kabul etərgə ikənligin qarab, onun araları neçə səğət bulurluğun qarab, biz bunu təğayin üzübüz xəli etərgə tiyişli, yeysə indi tabiblardan bilişirgə kirək. Məsələn, biz səhər vaxtı neçədə tamamlana, həm indi iftar vaxtı küpmü, həm biz neçə səğət boyuna aşarğa rüxsət etilə, kişki vaxtlarda aşarğa rüxsət etilə, küpmü aşarğa rüxsət etilgənin, küpmü vaxt aşarğa rüxsət etilgənin tabiblarga müracaat etib, biz indi onun vaxtların, səğətlərin sanab çıxarğa tiyişli. Əgər də indi səhər vaxtında qavub kimdir? 2 tapqır məsələn, irtən kiş şuşu darularını qabul etkən ikən, o vaxtını bir vaxtı səhər vaxtında qabul etsə, həm indi ikinci vaxtın axşamqa avuz açqandan sonra qabul etəyikən, əlbəttə inşallah Allah Teala şuşu qapqan darularının inşallah şifalarını da nasib qılır. Allah Teala inşallah özünün gərdəmin də görsətir. Bir neçə tapqır bulğan işraqda o vaxtını indi axşam namazından sonra həm indi biraz sınıraq, həm indi ondan sonra səhərdən sonra qapsaq da inşallah Allah Teala özünün gərdəmin verir. Lakin indi bu darular məsələsində tabiblarga müracaat etib, əgər də onlardan bilişsək, tabiblardan bilişsək, dürüst etdirib vaxtımızı bölüb darularını kullansaq, bu xeyirlirək inşallah. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh.